Bugün bir qrup stomatoloq həkim təbib qəbul şöbəsinin qarşısına yığışıb. Onlar bu qurum tərəfindən stomatoloqlardan aylıq əlavə rüsum ödəmək tələbinə etiraz ediblər. Həkim Rəna İsmailova bildirir ki, hər ay onlardan 1800 manat rüsum tələb olunur. Bu yaxınlarda bizə məlumat verildi, yuxarıdan məlumat oldu ki, bizdə təbib iclas keçiribdir, bizim baş həkimləri yığıb və deyib ki, hər bir stomatoloq 1800 manat pul ödəməlidir aylıq olaraq. Və biz də bu günləri stomatoloqlar yığışmışıq ki, görək biz 1800 manatı axı nəyə görə ödəməliyik və biz bunu hardan qazanmalıyıq və necə ödəməliyik? Biz bu günləri etiraz səsimizi qaldırırıq. Çünki mən uşaq poliklinikasında işlədiyim üçün öz adımdan deyə bilərəm ki, uşaqlardan biz bu 1800 manatı nə cür yığa bilərik? Biz çox cüzi qiymətlərlə özümüzü təmin edən həkimlərik. Təbibin sözcüsü Zamira Əbilova da rüsumun qoyulacağını, amma dəyərinin bəlli olmadığını deyib. Xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müəyyən monitorinqləri həm regionlarda, həm Bakı şəhərində monitorinqlərə başladıq. Və bu monitorinqlərin məqsədi əhalinin daha keyfiyyətli xidmətlə təmin edilməsi idi. Bu doğrultuda biz müəyyən etdik ki, eyni zamanda əhaliyə göstərilən stomatoloji xidmətlərdə maliyyə şəffaflığının təmin edilməsi də zərurəti halını alıb və açıq dialoq şəklində biz müzakirələrə başladıq. Sizin də bildiyiniz kimi, son zamanlar mediada da dərc olunduğu kimi, stomatoloji xidmətlərlə bağlı stomatoloqların rəyləri alınaraq, onlarla təbib rəhbərliyi tərəfindən arasında müzakirələr həyata keçirilir, təklifləri, iradları dinlənilir və bunların hər birinin əsas məqsədi xidmət keyfiyyətinin daha da yüksəldilməsi, əhaliyə əlçatan keyfiyyətli stomatoloji tibbi xidmətlərin göstərilməsidir. Eyni zamanda qeyd edim ki, tərəfimizdən bir çox stomatoloji kabinetlərin yenilənməsi, onların daha müasir avadanlıqlarla təmin edilməsi prosesinə də start verilib. Növbəti mərhələdə aparacağımız analizlər nəticəsində belə deyək, xidmətə qüsur yaradan, keyfiyyətini aşağı salan hallar aşkarlanacaq və onların hər biri aradan qaldırılacaq.